Yenə mən və yenə bir kart videosu ilə sizlərlə birlikdəyəm. Videomda başlığından gördüyünüz kimi bugün 1000 manatlıq ABB Azal Miles kartı haqqında danışacağıq. Yuxarıda çıxan, bilmirəm hansı tərəfdən çıxacaq, oradan görə bilərsiniz 10 ay əvvəl, bəlkə də 10 aydan da çoxdur ki, mən bir video çəkmişdim. Həmin videoda ABB Azal Miles kartı ilə Paşabank Miles kartlarını qarşılaşdırmışdım. Amma təbii ki, o bahalı kart deyildi, 150 manatlıq kart idi. Bugün isə mən 1000 manatlıq kartlarla yaşadığım təcrübələri bölüşəcəm. Müsbət və mənfi tərəflərini danışacağam. Açıqcası, yəni 1000 manat verməyə dəyərmi və yaxud da müsbət cəhət olaraq göstərilən cəhətlər həqiqətən də müsbətdirmi? Buna baxacağıq bugün. Mən bu kartı aldığım zaman ilk olaraq bundan başlayım. Çünki mən bayağı bildiyiniz bu mövzuya aylardır takıntılıyam. Bəlkə də 2 aya yaxındır ki, ABB ani bir qərarla, heç bir xəbərimiz olmadan yatıb səhər duranda görürük ki, dollar məzənnəsi ABB kartlarında ödənişlərdə 1.7136 olub. 1.7136. Yəni yatırsan, səhər yuxudan durursan, pul köçürməsi eləyəndə bir də baxırsan ki, məbləğ az gedib yəni. Bu həqiqətən qəbul olunmaz bir hadisə idi. Mən bununla bağlı bir geri dönüş elədim. Bu geri dönüşə də cavab gəlmədi açıqcası, bunu da deyim. Mən deyirdim ki, konvertasiya yoxdur ABB-də. ABB-nin məzənnələri çox yaxşıdır. O yuxarıdan linkdən dediyim kimi keçid edib izləyə bilərsiniz. Bugün ABB-nin məzənnəsi Paşabankı keçdi yəni. 0.5% konvertasiya ilə Paşabankın məzənnəsi ABB-nin məzənnəsindən aşağı olur yəni. Başa düşürsünüz, daha sərfəli olur. Bu kartın videosunu aylardır çəkmək istəyirdim mən və çəkmirdim. Yaxşı ki, çəkməmişəm. Yəni baxın, belə məsələlər gəlib çıxır ortaya. Həmçinin köçürmədə zaten sadəcə ölkə xarici kartlara dollarla köçürə bilirsiniz, başqa valyutada köçürmək mümkün deyil. Yəni həqiqətən bu kartı almağa dəyərmi? Yəni 1000 manat da, 1000 manat anidən cibindən çıxır və bunun qarşılığında verdikləri sizə dəyər. Kartımızın səviyyəsi nədir? Mastercard World Elite'dir, düzdürmü? 1000 manatlıq kartdır. Bu kartın səviyyəsində olan kartlar digər banklarda 400-600 manatdır arasıdır və mədaxillə də almaq olur. Əgər yəni belə bir sualsa 30.000 manatınız varsa, 20.000, 30.000 olur genəldə. Varsa, siz bunu banka yerləşdirirsiniz. Bank sizə kartı təqdim edir. Kartı təqdim edəndən sonra hesabınıza köçürün, nağdlaşdırın yəni. Məsələ bu deyil. Yəni artıq o kartı ödənişsiz belə almaq olur. Və bu Mastercard'ın bizə təqdim elədiyi premium özəllikləri orada istifadə edə bilirik, düzdürmü? Və valyutada çox vaxt ABB-dən daha aşağı, yəni 1.7136 deyil, kimsə kusura baxmasın yəni. 1.7136-ı görəndə hər dəfə belə partlayıram biraz. Duty free-dən 20% cashback-dirmi? Gedin, alın o kartı, yenə o kartda var. Transferdirmi? O kartda var. Restoranlarda 100 manat üzəri ödənişlərdə 20% cashback orada var. İndi düzü mən bu saydıqlarım 2025-26-da dəyişə bilər bu özəlliklər. Yəni məsələ bilirsiniz nədir? Məqsəd nədir? Mastercard'ın premium özəlliklərini mən gedib digər banklarda 400-600 manat arası ödəyərək və yaxud da 30.000 mədaxil eləyərək, yəni ümumiyyətlə heç bir ödəniş eləməyərək, mən bu kartlarda da bu premium özəllikləri görə bilirəm. Mənə ABB-nin təqdim elədiyi nə idi? 20.000 manat nağdlaşdırma idi, 20.000 manat da köçürmə idi, düzdürmü? Mən bugün bu 20.000 manat köçürməni komissiya deyəndə, yəni 0.5% konvertasiyadan da yüksəkdir. Yəni 1%-ə yaxın belə baxanda komissiya ilə eləyəcəmsə, bunun nə kimi özəlliyi qalır? Yəni niyə edim mən bunu artıq? Yəni Leo Bankda Azərbaycan manatı ilə heç bir dollara çevirmədən ölkə xarici kartlara birbaşa 1% komissiya ilə mən pul köçürə bilirəm. Siz hər şeyi bir yerdə topladınız deyə bu o demək deyil ki, biz sizin kartınızı artıq aktiv olaraq full istifadə etməyə başlayacağıq. Yəni bu alternativlər var da, bu insanlar da ağılsız deyil yəni. Hər halda sərf elədiyi platformalara keçid edəcəklər. Belə bir sıxmasın. Mən bugün baxıram, yəni bu milli qazanmaqdansa gedərdim, yəni cashback kartı alardım, cashbackimi qazanardım və premium özəlliklərdə istifadə etməyə davam edərdim. Yəni bu mənim səhvimdir artıq təbii ki. Mən düşünürəm ki, günümüzdə ABB Azal Miles'ın çox da bir özəlliyi yoxdur artıq. Yəni 10 ay keçib, sadəcə üstünə 10 ay keçib. Heç bir yenilik mənə görə yoxdur. Yenilik dediyim nədir? Dünən yox sırağa gün bir özəllik gəldi. Doğum günündə 2 qat mil. Mənim doğum günümüzdə 1 ay keçibdi də. Yəni mənim doğum günümdə 2 qat mil yox idi məsələn.
anlaşmalı markalar yoxdur. Yəni məsələn deyirəm, gedim mən Aspetrolda benzin alarkən əlavə mil versin, o versin, bu versin. Yoxdur yəni. Bu nə üçündür? Yəni mən premium özəllikləri başqa bir premium kartda da istifadə edə bilirəm. Sizin mənə verdiyiniz nədir ABB olaraq? Bir 10.000 manat, daha doğrusu 20.000 manat köçürmə verirsiniz, 20.000 manat nağdlaşdırma verirsiniz, bir də mil verirsiniz. Və bunu da yetəri qədər düzgün şəkildə vermirsiniz yəni. Yəni fikrim yəqin ki, tam aydın şəkildə çatdı. Qaldı ki, 20.000 manat nağdlaşdırma məsələsinə. Bu ölkə daxilində işə yaraya bilər. Amma ölkə daxilində də işə yarasa da belə pis çıxmasın. Alın, yəni fərqli banklardan kartlar, nağdlaşdırma olan kartlar, nağdlaşdırmanızı edin yəni. Güya mədaxil edəndən sonra neçə nəfər deyə nağdlaşdırma edəcək. Yəni Azərbaycandan xaricdə də ölkə xaricində. Məsələn, mən ABB Azal Miles kartı ilə çox minimum dərəcədə nağdlaşdırma eləmişəm. Yəni nağdlaşdırma niyə etmirəm və niyə etməyinizi tövsiyə etmirəm? Bunu açıqlayım sizə. Baxın, ölkə xaricində, ölkə xarici ATM-lərdə nağdlaşdırma edərkən bəzi bankların ATM-ləri ölkə xarici kartlardan əlavə komissiya tutur. Və bir çox müştəri, bir çox şəxs bundan məlumatsızdır. Məsələn, mən bilirəm ki, bir müştəri olaraq mən gedib burada Türkiyədə PTT deyilən bir kargo şirkəti var. PTT-nin ATM-sindən gedib nağdlaşdırma etdiyim zaman mən əlavə bir komissiya PTT-yə ödəmirəm. Amma örnək verirəm, Yapı Kredi və yaxud da məsələn İtaliyaya getdiniz Unicredit Bank. Unicredit Bankın ATM-sinə yaxınlaşdığınız zaman ATM ölkə xarici kartlardan əlavə komissiya tutur. Başa düşürsünüz, yəqin ki, fikrim çatdı. Yəni ABB tutmasa belə digər tərəf tutur. Yəni turistsinizsə zaten 3-5 avronu göz yumaq olar və yaxud da Azərbaycandan gedəndə avronuzu alın, gedin orada dəyişin yəni. Fikrim çatdı. Yəni özünüzə xırda bir nat gəzdirin yəni. Yəni bunun üçün 1000 manatlıq kart almağa dəyməz deyə düşünürəm. Görürsünüz də, yəni 10 ay üstündən keçib videonun və artıq mənim fikirlərimdə dəhşət bir dəyişmə, dəhşət bir çevriliş var. Yəni açıqcası ilk aldığım zaman təcrübələrimin bu qədər mənfiyə düşəcəyini gözləmirdim. Ya da bəlkə də mənim gözləntilərim çox idi. Buna görədirmi bu? Artıq bu barədə bilmirəm nə deyim. Yenə də istifadə eləməyə karta davam eləyirəm. Amma dediyim kimi 1.7136 valyuta məzənnəsi biabırçılıqdır. Buradan hansısa bir ABB əməkdaşı da izləyirsə bunu, bilsin yəni biabırçılıqdır. Yenə də kartımdan bu qədər narazı da olsam istifadə eləməyə davam eləyirəm. Daha yaxşı bir kart çıxsa, daha premium bir kart çıxsa, təbii ki, o kartı keçməyi planlayıram. Ölkənin ən bahalı kartlarından biridir günümüzdə ABB Azal Miles. 1000 manat yəni. Eyni səviyyədə olan digər kartlar bu qədər baha deyil. Açın Bank Respublikaya baxın, açın Xalq Banka baxın. Yəni Visa Infinite, Mastercard World Elite bu səviyyədə bu qiymətə kart yoxdur. Yəni çox vaxt daha münasib. Kapital Bankın əvvəl fərdi bankçılığı var idi. Səhv eləmirəmsə 1000 manat idi. Dəqiq bilmirəm, yalan məlumat verməyim. Yəni onlar belə bu qiymətə, yəni təkcə kartı təqdim eləmirdilər. Həmçinin münasib faizli kreditlər, münasib faizli ipotekalar, yatırımlar, bu yəni premium bankçılıqda bildiyiniz. Yəni sadəcə kart almırsınız. Burada isə sadəcə kart alırsınız və kart sadəcə mənim dediyim özəlliklərlə bitir yəni. Yenə də seçim sizindir. Yəni 1000 manatlıq kart alacağınıza dediyim kimi cashback kartı alın. Yanında da bir dənə nağdlaşdırma üçün əlavə kart alın. Köçürmə üçün də Leo Bank istifadə edin yəni. Bu qədər. Videonu bura qədər izlədiyiniz üçün təşəkkür edirəm. Videonu bəyəndinizsə bəyənməyi unutmayın. Sizin də fikirlərinizi gözləyirəm. Aşağıda fikirləriniz varsa yazın, birlikdə bu mövzuları tartışaq. Sonraki videolarda görüşənədək sağ olun.